Məhəmməd. Nədir günah? Əgər mən 40 ayaq olsaydım, mən bütün ayaqlarımı ayaqqabı alardım. 40 tane ayağın olsa 40 tane ayaqqabı neçə arasına giyinirsən? 42. 42 ayaq olar. Bir də gözlə 40 tane ayaqqabı Sədrəydən Avtovoydan vursam gətirmək üçün qazel lazım. Ne sərf eləmir? Ayaqqabı qıymırsan. Sərf eləmir. Bir dəqiqə mən bunu niyə hesab edirəm? Günah başım xarab. Sən niyə 40 tane ayağın olsun? Nə olsun olur da bəzən. Tarakan zal olsaydı bir şey fikirləşmək olardı. Tarakan müğənni deyil. Ay Günay, o tarakan bu tarakan əşiklər düş qabağıma görə bütün beynim yandı. Ay Günay, Nədir Məhəmməd? mən sənin ən bahalı pudran olsaydım, yerə düşüb dağılsaydım, mən tozlarımı yığardın. Sən niyə yerə düşürsən? Nə qədər mən pul vermişəm pudrama? Ay, yox, mən məsəl üçün deyirəm, sən mənə sual versən axı həmişə ona görə. Yenisini almalıyıq. Gedin mən təzə pudra alaq. Ay, nə pudra? Mən zarafat edirdim. Mən Yerə sən düşdün sındın axı. Aman yox, çıxım zibilə keçdim yanan yerdə. Aldım pudranı, rahatlaşdım. Məhəmməd, Ay daha Günay. mən dəli olsaydım əgər, mən dəlixanaya aparardım. Əslində elə bir şey fikirləşirəm. Nəyi? Yəni də dəlixanaya aparmıram mən səni, yəni sənin dəli olmağı. Yəni mənə dəli deyirsən. Yox, heç çaşdım ki, dəlixanaya aparım sən. Sən mənə dəli deyirsən. Yox da dilimə şiş batsın mənim. Ay Günay qaçma dayan. Ay da. Nə oldu? Yoruldum. Gəl şu qabağımı tez.